Laylazar, Laylazar, Allah'ın sağlamı olsun. Amin. De. Bax, sağlam olun, xoşbəxt olun. Kim? Bu Azərbaycanlı gözəlləri. Gözəl kimdir? Allah'ın yarattığı hər şey. Yəni, elə bir adam var ki, bütün varlıq gözəldir. Allah hər şeyi gözəl yaradır. Ancaq Allah'ın sağlamı olsun, Layla. Denə amin. İnşallah de, uşaqların sağlamlığı üçün sağlam olun deməklə sağlam olmur. Nənəm deyə yuxu pişirəm. Xoşbəxt olun. Amin. Yuxu pişirmək lazım deyil. Aylarla gəldim, yenə yatmışsın. Birimiz səhərə yaxın yatmışsan. Və Sara da sənlə bərabər səhərə yaxın yatıblar. Və o nətər durub. O da oyaq idi, raldı. Yuxu pişirmə, amma nənəyə də oradan balıq verdim. Birin özü yesin. Çupraydı, nə idi? Yaxşı balıq idi. Denə onu versin Sarıya. Ral yesə ikisi bölsünlər. Ralına Sarı. Müsbək denə. Denə ki, mamam deyir ki, nə demişdim onu deyim. Dedim ki, mama sən bizdə gəlib balıq yiyəndən neçə dəfə demişəm, sonra başa vurmuşam ki, Nuriyə müəllimə. Biolojan. Ki, sən istəsə əsl ana olar, necə əsl insan olar əslində. Kim tövbə eləsə də bir deyə də demisən də ona nə? Polislərin tərəfində durmuyor da. Hansı satqın, elman sifət polislərin. Layla. Aydın oldu da, o balığı nəniyə istəmirəm. İstəyirəm, uşaqlar yesin. Çünki başına vurmuşdumsa da dedim, mama ona görə də verirəm sənə bu balığı kürəyindən çıxsın. Nəniyə də ki, özü baxır da bu kanala. Baxmasa desin. Layla desin ki, nənə, mamam dedi ki, o mənə ömür boyu balıq almayıb. Ona görə də Ral'la Sarıya pişirmək lazımdır onu. Nənə mənə heç vaxt balıq almayıb. Nəysə. Bir də Layla. Əsas o ki, Aminə ev vermədim. Çünki mələk qoymadı. Allaha qurban olun. Amma sağlam olun deyəndə nə yadıma düşür? Murad, Layla heç olmasa bir ay olmayıb da başı. Yəni öz pulu ilə sizə baxar. Atan da zəng elədim. Yaxşı yerə söz gəldi, amma nə zəncilik nə demişdim? Demişdim ki, Elman bircə dəfə mənə qulaq astı. Hoşum qudurğan Elman sonra sən blok elədi. Nə dedi sənə cavabında? Dedi ki, maraqlanaram. Nə dedin sən? Dedim, sən al nənə, ana xətrinə deyən qulaq as. Nə dedin? Dedim ki, bu gələ, əslində dedim Murad, işə düzəltmişsən dedim Muradı. Yəni, ayda 1000-ə yaxın pul alır, amma hələ Murad deyir, çoxlu nələrsə düzəldirlər də, olur, Leyva gedib, yəni ki, işdən icazə verirlər, amma dedi, mən soruşmuşum, deyir, razetka bağlayıram, nə neydi. Razetkanın birini bağlamaqda 10 manatdan zad başlayır, bizə olub görmüş. Nəysə ki, dedim, sözün mənim nasıl canı nədir? Canı odur ki, ay qadınım, baxmayın, da utanma, yaxşı. Amma utan ki, yalandan deyirdin ki, mən nə deyirdim? Deyirdi, qoy cəmaat elə bilsin ki, Dubaya mən göndərmişdim, Muradla Laləzarı. Demə, deyir, pulu sən verirsən. Cəmaat elə bilsin ki, ərrıq var. Afişə üçün eləməmsən bunu. Maldes, gözəl fotosesiya aparmışsan, uşaqları çəkdirmişsən, özünüzün də şəkliniz var idi, amma birin istifat eləmək yox. Amin. Deyəndə nə yazmışım? Ən çox nəyə boğulursan? Sağlam olun yazmışam ha. Bu bir dənə cümləni deyənə qutar Allah xətirin. Laləzar, qulağınla eşitdin amma. Nə olmuşdu? Lalə deyirdi ki, Murad, bəs ərinə deyirdi. Ər fason bir şey var, elman sifət. Elmandan bətər bir şey var. Ona deyir ki, uşaqlar acından ölür, evdə heç nə yoxdur.
Maman telefonu yerə qoyub getmiş. Sən eşitirdin. Hə. Qayıtdı nə dedi? Doğrayaram səni. Ər arvada deyir, uşaqların yemək. Nəysə, həmişə siz alırsınız, yaxşı edirsiniz. Muradın da bankda filan qədər pulu var, gözündən töküləcək hamısı. Yığdığın, yox, maaşın hamısını neyib, özü üçün kef edib sanki. Maşını da aldı, o hesaba gidamasa da yalan dedi ki, kreditlə almışam. Çox yalancı bunlar adam, hətta Sevinç, mən danışıram, qulaq as, sən danışa bilməyəsən. Əmsi oğlu zatəcarında deyirmiş ki, hamıya deyir. Kimi görmüş deyilmiş, borcum var, tək ki hamını neynəsin, onun cibini neynəsin, doldurmağa cəhd eləsin və bu uşaqlara. Maman da demişdi ki, mən də sən qiymə doğrayarım, hə? Başım tərpə. Tikə doğrayaram. Nə əclafdan, sən aysa ol. Uşaqları da hamında ruzusunu göndərən Allahdır. Allaha boyun əyin. Daha elman sifət muradlara aldanmayın, ay qızlar. Baxın və görün ki, Allah necə gözəllik, yəni insan gözəl yaradır. Allah hər şeyi gözəl yaradır. Bizidir. Mələklər Qurandan oxuyun, görün, nədən yaranırlar? Orada. Danış dedi. Böyle iki seçimin var herkesin. Bak yaşıl ışık gördün. Bəli, hər cür işıq var. İndi düzəldirlər. Yaşıl nəyi xatırladı? Cənnətdə, yəni bə qırmızı. Hə, lako. Gör nə gözəl şəkildir. Bu hələ də çatmır, o tərəfə baxsın. Nərdivandan birini qoysa çatar. Nə qədər çox şeyə sahib olmağın önəmli deyil. Önəmli olan onlardan düzgün istifadə etməkdir. Prokuratoriyaya getməkdir. Pasportunu götür, yoxsa onlar həmişə yetərsiz olacaq. Nərdivanları belə düzmək altını qalansan da üstünə. Nəysə, həyəcanlanma düzün denə. Bələ, nədən pasportu aldın, özündədən. İşte da, uşağı da götürərsən, gedərsən. Hara? Açan xidmətə. Sərvətiniz xeyir olsun. Saat 15-13 dəqiqədir. Allah, vaxt keçir, Lalə, da var. Tələsi, prokuratura səni gözləyir, açan xidmətdə. Oxu bu ayəni. Müzəmmil 8, Laləzar. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adı ilə qovulmuş şeytandan Allaha sığınıram. O haldə hər an və hər yerdə Rəbbinin ismini al. Hara, dilinə, ağzına, Lalə, ürəyinə, an Allaha. Hər an və hər yerdə. Ya Azim, Cəllə Cəlaluhu. Oxu. Və səni qəflətə sürükləyəcək hər şeydən sıyrılaraq bütün ruhunla, bütün mənliyinlə ona yönəl, Allaha. Belədir ki, Laləzar, bax, bir yarpağın həyat dövrüdür. İndi burada yaxşı görünmür. Bax, insan ömrü də belədir. Yaşıldan, yəni cavandan başlayır, hətta balaca olur, sonra yetkinləşir, insan ömrü də belədir. Sonra saralır, axırda solur, sonra da torpaq olur. Oxu. Nə var? Və necə susmağı bilməkdir ən böyük bilik. İnsanlar danışmağı öyrənirlər. Niyə susursan? Ağzında provka var? Yox da? Bayaq danışdıqlarım əvvəlkəyə də fikir ver, bundan sonraya da fikir ver, əsəbləşmə.
Əsəbi deyilsən, ancaq cinlər səni yerindən oynatmağa çalışsa, qovulmuş şeytandan Allah'a sığınıram. Mən də dedim, mənim də canıma cin təsir edəcək. Sonra əlbəttə o da Quran ayəsi idi. Allahımız buyurur: Bismillahirrahmanirrahim. Qovulmuş şeytandan Allah'a sığınıram. Oxu. 7-ci surənin 204-cü ayəsi. Oxu. Oxu bir də. Geri gəlmişdən Laləzər. Bugün bunu çıxartdırdım. Bu ikisi bir səhifə idi. A4'e yerləşdirmişdik. İkinci səhifəsində, A4'ün yəni digər yarısında bu ayə, belə ayələr, oxşar cümlələr çoxdur. 17-ci surənin 7-ci ayəsi. Allah, 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 Allah'ım, laliyə ağırdır. Vermişsə nə Allah'ım? Nədir bu? Özün göstər ki, ərə gedir. Uşaqların şəklini paylaşır. Ər olanda gedirlər. Bir səhv eləmsən də, yəni qulaq asmadın mənə getdin. Səni pişirdi, necə desə, Roza xalanın sözünü, Hicranı pişirənlər, min oyuna çıxırlar. Hicranı pişirdi, Murad da səni pişirdi. Boş şeylər oyna. Cəd. Qatladıq bunu və apardıq, paylaşdıq. 3 dənə çıxarda bildim, Nalə. A4'ü qatladıq. Yarısında buyurdu. Amma Allah, ürək şəkildir, görsən. Sən də ürəyin var, Layla. Ürəyində Allah xofu varsa, cəhənnəmdən qorxursunuz, Allah xoflu deyil. Yəni Allahın əzabı ancaq cəhənnəmdə olur. Və səndə də olur, bu dünyada Allahın əzabı. Hələ tapım deyim sənə, yaxşı. Kitabını da bilən bax. Qoy deyim hansı səhifədə. Ya özü oxusun da, kitabı vermiş. Allah adama necə pislik edər? Mələk qoy deyim də Allah xətini. Yaxşı onu deyəm, nə deyərsin? Allahu Ekber. Allah tək böyükdür. Kitabında neçənci səhifə? 49-cu səhifədə Layla aç. Bundan qabaqda, yəni mündərcədə qədər baraqda gör Allah adama necə pislik edər. Allah adama zərrə qədər də pislik eləməz. Zərrə qədər də günahlarını da çoxun bağışlayır. Oxu da. Oxu. Lalezar, bunun yadında sənin şəkili belə əvvəl fotoda çəkdim. Fotoaparatla sonra çıxartdırdıq. Gətirdim baxa-baxa. Yəni, belə Allahın köməkliyi ilə 10-15 dəqiqə bunu çəkdim. Allah xətrini. Yenə kitab belə qoymuşsan haradasa. Allahu Ekber. Elə deyərlər, Lalezar. Bax, həyəcan mənə basır, Allah tək böyükdür. Necə də sən oxşuyur, Lalezar. Gəlinliyində. Fotosesiya elədi zən. Hə, Raul'la Sara Allah xoşbəxt eləsin. Sən də Allah xoşbəxt eləsin. Amma deməklə deyil. Get.
ətrafı dərk edək. İnşallah. Qurana sarıl. Özünə də hörmət qoy. Özünə hörmət qoymayana heç kəs hörmət eləməz. Fors elə demirəm, ki, mən də mənəm mən. Elə yox. Bax, bu sənin şəklində. Səni gözləyir. 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 Valəzar. Bax. Dedim, əlini aç. Pəncərə yox etsə də. Mələklər yazır, sənin sağ çiynində, sol çiynində oturublar. Şübhəsiz. Şübhəsiz. 44. Allah'ın ilk emri. Ne yazıp? Anlayarak oku. Aramla. Zanned düşüne düşüne. Zannedilden Valezar. Kur'an'a sarıl. Amin. Paylaşmasan da lanet olacak. Kitabı ezber bilsen belə. Və kitabı ezber bilsən, paylaşsan, yenə də cənnətə girmək üçün bir şey lazımdır. O kitabda, Kur'an'da olanları yaşamak. Kur'an'da olanları yaşamak. Yani orada yazılanları Allah tək böyükdür deyib dedim namazını inşallah gün vaxtını nə qədər var. İnşallah. Vaxtına. Amin.